Salam əziz müəllimlər, mən Fərəcəva Ayşən. Bu günləri texnologiyadan fərqli bir sualı sizlərə izah edəcəm. Qeyd etmək istəyirəm ki, sual mənə aiddir və 2026-cı il üzrə həm MİQ, həm sertifikasiya mərhələsində fərqli suallarla qarşılaşa bilərsiniz. Ona görə də fərqli suallar işləmək istəyirsinizsə və izahlarını dinləmək istəyirsinizsə, kanala abunə olaraq, bəyənərək paylaşa bilərsiniz. Hörmətli müəllimlər, sual 7-ci sinifdə balıq hissəsindədir və qeyd etmək istəyirəm ki, balıq hissəsində bizə bişirilmələr verilibdir, hansı ki, qaynadılma, qızardılma, buxarda bişirilmə və s. Burada sualda deyir ki, Seymur qonaqları gələrkən buxarda balıq bişirmə qərarına gəlir. Bu zaman o 4 kilo yarım, yəni 4,5 kiloqram balıqdan istifadə edir ki, hər kəsə yemək çatsın. Seymur götürülmüş balığa nə qədər su istifadə etməlidir? Biz bilirik ki, qaynadılma zamanı 1 kiloqrama 1 litr götürürük. Əgər burada yarım olsa yarım litr götürərik. Amma bəs yaxşı, buxarda bişirilmə necə olacaq? Buxarda bişirilmədə stəkan verilsəydi, biz bu 1,5 stəkandan hesablaya bilərdik. Amma burada stəkan verilməyib, litr verilibdir. Öncəliklə biz bilməliyik ki, bizə verilən, yəni bizim üçün verilən buradakı, belə deyək də, litri biz necə hesablamalıyıq? Bizə verilən 4,5, yəni 4,5 kiloqram. Bunu qramla çevirəndə 4500 qram edir, amma kiloqramla 4,5 kiloqram edir. Və bizdə kitabda belə bir məlumat qeyd olunub ki, su yalnız balığın 1/3 hissəsini örtənə qədər tökülməlidir. Yəni 1/3 hissəsinə qədər olmalıdır, düzdürmü? Bu fərq yoxdur. 1 litrdə də 1/3 olmalıdır, 2 litrdə də 1/3 olmalıdır, 3 litrdə də 1/3 olmalıdır. Yəni bunu hesablamaq üçün mütləq şəkildə 4,5-i 3-ə bölməliydiniz. Niyə? Çünki 1/3 bizə lazımdır. Bunun da 1/3 1,5 eləyir. Yəni, mən burada istifadə edəcəm 1,5 litr sudan ki, o 4,5-in 1/3 hissəsini tutsun. Və belə sualları rahat işləmək üçün mütləq şəkildə birinci qramatajları, litrləri, verilən sayları bilməlisiniz, yəni rəqəmləri bilməlisiniz. İkinci, hesablama bacarığını mütləq şəkildə bilməlisiniz. Çünki ART-ində verdiyi suallardan məlum oldu ki, 4 nəfər var idi, 3 nəfər belə sandı və s. Bu da rahat sual idi. Əslində, riyaziyyatı bilən müəllimlər üçün. Amma riyaziyyatı bilməyəndə artıq çətinlik çəkirlər. Bəzən də olur ki, texnologiyanı yaxşı bilirlər, riyaziyyatı yaxşı bilirlər, amma heç ağıllarına gəlmir ki, elə sual düşə bilər. Ona görə fərqli suallar işləməlisiniz və bu da qəbul səviyyəli heç bir yerdə olmayan sualdır. Əgər siz də fərqli suallar işləyərək imtahana tam hazır getmək istəyirsinizsə, sadə suallar işləmək istəmirsinizsə, sadə müzakirələrə qoşulmaq istəmirsinizsə, may ayının 1-dən bizim ümumiləşdirici qrupumuz dərsə başlayır. Bu qrupun özəlliyi nədir? Bu qrupun özəlliyi məhz siz proqramı 5 sinif kitabın bütün xırdalıqlarına imtahan gününə qədər baxaraq hazır gedəcəksiniz. Bir dəfə ödəniş edəcəksiniz və başqa heç bir ödəniş etmədən 5 dəfə Zoom proqramında canlı dərslərimiz olacaq. Dərsə qoşulmaq üçün mütləq şəkildə bizimlə əlaqə saxlamalısınız. Yenə də deyirəm, bizim müzakirələrimiz, bizim xüsusi konspektlərimiz heç bir yerdə yoxdur. 7 illik təcrübəmə əsasən və qarşıda sizi necə imtahan gözləyirsə, o şəkildə sizlərə dərslər keçiriləcək. Və bizi zəhmət olmasa izləməyi unutmayın ki, məhz YouTube kanalımızda da fərqli izahlar paylaşılacaq. Əgər bəyənərsinizsə, paylaşarsınızsa, çox sayda baxış gələrsə, digər suallarımızı da sizlərə təqdim edəcəm. Və bir məlumat qeyd etmək istəyirəm. 26 aprel möhtəşəm bir sınavımız keçiriləcək. May qrupumuza qoşulan müəllimlərə bu sınağa qoşulma şansı yaranacaq. 60 suallıq sınağı may qrupumuz qoşularaq heç bir ödəniş etmədən, sadəcə dərsin ödənişini edərək sınaqda iştirak edə biləcək. Sınaqda 50 texnologiya, 10 kurikulum sual olacaq və vaxtla işlənilən, səhv düzü gördüyünüz, ondan sonra sırf imtahan səviyyəli bir sınaq olacaq onlayn şəkildə. Siz əgər may qrupuna qoşularsınızsa, o sınağı da işləyib, biliklərinizin hansı səviyyədə olduğunu tam şəkildə biləcəksiniz. Hörmətli müəllimlər, sınaq sualları əsl qəbul səviyyəli suallar olacaq. Heç bir yerdə belə sual yoxdur. Bir ikisini paylaşmağa çalışacağam sizlər üçün imtahandan sonra. Amma qoşularsınızsa, iştirak edərsinizsə, həqiqətən özünüzə ən böyük yaxşılığı etmiş olacaqsınız. Çünki siz yüksək nəticə əldə edəcəksiniz. Odur ki, özünüzə yaxşı baxın. Hələlik müəllimlər, gözünüz səhifəmizdə olsun.